Ülvi Əmlakın səviyyəli izləyiciləri, hər vaxtınız xeyirli olsun. Sizə Hövsan kənddə 118 saylı məktəbin yanında 2 sotda 4 otaqlı, ideal təmirli həyət evimizi təqdim edirəm. Evimiz yerləşir mərkəzi yolun qırağında. Bütün nəqliyyat vasitələri hamısı darvazanın qabağından keçir. 2 sotdadır, kürsülü 12-13 daşın üstə tikilib. Bu bizim evimizin üz görünüşü. Həyətə rahat şəkildə qarajsız bir-iki maşın da daxil ola bilir. Və birinci mərtəbədə köməkçi otaqlarımız var. Lazım olsa təmir də eləmək olar. Yəni kim alsa özü təmir edə bilər. Evin 4 tərəfi qoşadaşdan tikilib. Önövrəsinə beton tökülüb. Evin yanına, arxasına keçməyə məsafə saxlanılıb. Çəkilişdən görsənir. Düz evin qabağından bütün marşrutlar hamısı buradan keçir. Daxil olduq evimizə. Evə daxil olan kimi dəhlizimiz. Mətbəximiz burada yerləşir. Uşaq otağı. Hörmətli izləyicim, 2 ev yanaşır, yəni. Sadəcə eyni razmerdir, kvadratı eynidir. Sadəcə həyətində biraz fərq var. Bir sot bir-birindən böyükdür və qiyməti biri o birisindən bahadır. Torpağı geniş olan, torpaq az olandan bahadır. Bura bizim qonaq otağımız. Uşaq otağımız. Yataq otağımız burada yerləşir. Bura digər yataq otağımız. Və ümumi sanitər qovşaq. Modelərə qədər quraşdırılıb. Hündür, asma tavan, ayaqaltı spoldur. Hörmətli dostlarımız, hörmətli izləyicilərimiz, Hövsan qəsəbəsi, Hövsan kənd, mərkəzi yolun qırağında 118 saylı məktəbin yanında 2 sotda 4 otaqlı ideal təmirli həyət evi satılır. Qaz, su, işıq vasitəsiz, elektrik sistemi kombidir. Son qiymət evə baxdıqdan sonra.